Əzizlər, gəlin bu gün sizə şeytanın böyük həmlələrindən biri olan insanı ümidsiz etməsindən danışaq. İnsan əslində çox güclü bir varlıqdır. Sadəcə şeytan bəzən gəlir insanın şüur altına müəyyən mesajları yazır və gedir. Bəzən gəlir sənin səsindən, sanki özün özünlə danışırsan. Elə danışmağa başlayır ki, belə namaz qılmaq olar, artıq namazı at. Belə namaz qılmaqdansa namaz qılmamaq daha yaxşıdır. Bu kimi fikirlərlə gəlir insanı yoldan çaşdırmağa çalışır. Düzdür, bəzən insanın elə bir dönəmi olur ki, namaz qılmaq istəmir, ibadətdən ləzzət ala bilmir, əvvəlki kimi namazlarını qıla bilmir. Amma bu o demək deyil ki, insan namazı atsın. Təsəvvür edin ki, bir insanın cismi nəydən xəsarət ala bilər? O insanın bıçaq zədəsi alsa, güllə zədəsi alsa, onda nə olar? O yaralanır. İnsanın ruhu da eynilə yaralanmağa başlayır. Müəyyən günahlardan, müəyyən tənbəllikdən başlayır ruhu neyləməyə? Yara almağa. Həmin yaraları nə ilə sağaltmaq lazımdır? Həmin yaralara şifa yalnız Allahın dinidir. Peyğəmbərin getdiyi yoldur. Həzrəti Əli əleyhissalamın Peyğəmbərdən öyrəndiyi yoldur. O yolla getməklə insan şifa tapa bilər. Siz o yaraların içində olanda, iman zəifliyi, yəni sizdə olanda, dünyanın ləzzətləri sizi aldatdığı bir halda, yenə də siz namaza tərəf meyl eləyirsinizsə, deməli, hələ də gec deyil. Əslində bu çox böyük bir şeydir. Təsəvvür edin ki, bir səngərdə bir əsgər var, səngərin digər tərəfindədir, zədə alıb və əzədən öz, belə deyək, səngərinə qayıtmaq istəyir, çabalayır, hətta çabalaya da döyüşür. Məsəl üçün, qarşı tərəfə güllə atır, qarşı tərəf düşməni zədələmək istəyir. Nə deyəsən, çox mükəmməl bir əsgərdir bu. Eynilə də mömin də belə olsa çox gözəl ola bilər. İman zəifliyi var onda, o bir tərəfdən şeytan çəkir, bir tərəfdən dünyanın o gözəlliyi çəkir, özündə də zəiflik var, zədəlidir, ruhu zədəlidir, amma yenə də Allahdan üzünü dönmür. Belə əməllər həqiqətən də insanı böyük yerlərə apara bilər, cənnətlərə apara bilər. Ona görə hər halınızda özünüzü güclü hiss edin. Heç vaxt gec deyil, harda olursunuzsa olun. Əgər zənn eləsəz ki, artıq tənəzzül eləmisiniz, onda da yenidən başlayın. Çünki Allah yenidən başlayanların yardımcısıdır. Təşəkkür edirəm. Dua və salam ilə.